Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Allah ibadət və itaətlərinizi qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Ötən bəhslərdə biz Maidə surəsinin 55-ci ayəsini müzakirə edirdik və dedik ki, Qur'an-ı Kərimdə imamət məsələsinə aid olan ayələrin biri də məhz Maidə surəsinin 55-ci ayəsidir. Ümumi olaraq ayənin müəyyən bir hissəsini siz əzizlərlə müzakirə və təhlil etdik və dediyimiz kimi ayənin ikinci hissəsi nələri bildirir? Bu barədə müəyyən fikir ayrılığı var. Ona görə bunlar təhlil və müzakirə edilməlidir. Ayənin əvvəli bundan ibarət edir ki, İnnəmə vəliyyukumullah və rasuluh vəllezine amenu. Sizin həqiqətən də vəliniz Allah, onun rəsulu və iman gətirən şəxsdir. Vəli burada ötən bəhslərdə məlum oldu ki, rəhbər və ixtiyar sahibidir. Yəni sizin yalnız və yalnız rəhbəriniz Allah, onun rəsulu və iman gətirən şəxslərdir. İman gətirənlər kimlərdir məsələsini hələ biz demək olar ki, müzakirə etməmişik. Fərz etsək ki, hələ bu məlum deyil. İman gətirən kimdir? Kimlərdir? Baxmayaraq gələcək bəhslərdə biz bunu İslami rəvayətlər əsasında müzakirə edəcəyik. Amma bura qədər ayədən bu başa düşdür ki, müsəlmanların Peyğəmbərin vaxtında üçüncü bir rəhbər məqamı ilə tanışdıqları var idi. Yəni Allah onların rəhbəridir, Peyğəmbər onların rəhbəridir, iman gətirənlərin arasında müəyyən bir şəxs onların rəhbəridir. Bu, müəyyən şəxslərin iddiasını batil edən bir məsələdir. Çünki müəyyən şəxslər iddia edir ki, ümumən Qur'an-ı Kərimdə imamət anlayışı yoxdur. Yəni, Peyğəmbər özündən sonra hər hansı bir canişin məsələsini düşünməmişdir. Biz rəvayətləri kənara qoysaq da, məhz Qur'an ayələrinin özü bunu bizə açıq-aydın göstərir ki, xeyr, Peyğəmbər elə öz zamanında özündən sonra ümmətinin vəziyyətini düşündüyü üçün onları rəhbərlə tanış etmişdir. Yəni, rəhbəriyyət anlayışı Qur'an-ı Kərimin ayələrində keçir. Hər bir halda bu ayədə növbəti gələn xüsusiyyətlər nədir? Yəni, iman gətirənlərin iki əsas xüsusiyyəti var. Yuqimunəs-səlat və yutunəz-zəkatə və hum rakiun. Onlar namazı iqamə edərlər və ruku halında zəkat verərlər. Nə deməkdir bu yuqimunəs-səlat? Yuqimunəs-səlat bildiyiniz kimi, yəni namazı bərpa etmək, namazı iqamə etmək. Qur'an-ı Kərimin anlayışında bir namaz qılmaq var, bir namazı bərpa etmək var. Yəni hər bir şəxs namaz qıla bilər, amma namazı bərpa etmək daha böyük bir məsuliyyət istəyir. Məsələn, Qur'an-ı Kərimin Həc surəsinin 41-ci ayəsində Allah Peyğəmbərləri vəsf edərkən və yaxud o şəxslər ki, yer üzərində qüdrət onların əlində olsa nə edərlər vəzifələri barəsində buyurur ki, Əl-ləzinə in məkkənnahum fil-ərz aqamus-salat və ətuz-zəkat və əməru bil-ma'ruf və nəhu ənil-münkər və lillahi aqibətül-umur. Onlar o kəslərdir ki, əgər onlara yer üzərində hakimiyyət versək, rəhbərlik versək, namazı bərpa edərlər. Namazı bərpa edərlər, yəni nə? Cəmiyyətdə namaz qılmaq üçün şərait yaradarlar. Namaz anlayışına qarşı çıxan maniyələri aradan apararlar. Və atuz-zəkat. Nəinki bunlar zəkat verərlər, zəkat vermək üçün cəmiyyəti hazırlayarlar. İnsanları yaxşılığa dəvət edər, pislikdən çəkinənlər. Yəni, özləri nəinki heç bir formada pislik etməz, bəlkə pislikdən çəkindirər. Özləri nəinki yaxşı insandır, digərlərini də yaxşılığa dəvət edərlər. Və lillahi aqibətül umur. Bütün işlərin sonu heç şübhəsiz Allaha aiddir. Demək, ayədə keçən iman gətirənlərin xüsusiyyətini ki, Allah Teala açıqlayır. Yuqimunəs-səlat, yəni vəl-ləzinə amenul-ləzinə yuqimunəs-səlat. O şəxs sizin vəlinizdir ki, bu namazı iqamə edər. İndi sual budur ki, hansı İslam xəlifəsi Peyğəmbərdən sonra, yəni bu tarixi cəhətdən
bu işləri görüb İslam dünyasında bir sülhə, sazişə, imanın yayılmasında bir köməyi olub. Əgər yadınızdadırsa, biz ötən bəslərdə Xacə Nəsrəddin Tusi ilə İbn Xəldunun imamət barəsində tərifində dedik ki, İbn Xəldun imaməti yalnız bir rəhbər olaraq tərif edir. Yəni, oturub insanların başında, amma insanların əməlinə heç bir formada müdaxilə etmir. Amma Xacə Nəsrəddin Tusinin tərifində imam o idi ki, cəmiyyətin içərisindədir və cəmiyyəti daxildən hidayət edir. Nəinki oturub başda onlara əmr edir. Demək, yuqimunəs-salat bu ayədə olduqca önəmli bir məsələni vurğulayır. Hər bir halda ikinci ifadə zəkat verərlər ifadəsidir. Quran-ı Kərimin müxtəlif ayələrində, o cümlədən Əraf surəsi, Nəml surəsi, Loğman surəsi, Füssilet surəsində zəkat barəsində Allah Teala müsəlmanlara müəyyən göstərişlər vermişdilər. Biz ümumi Quran-ı Kərimin ayələrini nəzərdən keçirsək, görərik ki, zəkat Quran-ı Kərimdə 3 formada gəlib. Birincisi zəkat. Zəkatda məqsəd nəfsin təzkiyəsidir. Zəkat kəlməsi də elə lüğəvi, leksik baxımdan artıq olan bir şeyi aradan aparmaqdır. Bu mənada, yəni zəkat deyəndə Quran-ı Kərimdə məxsusən Məkkə və bəzi Mədinə surələrində nəfsin təzkiyəsidir. Yəni burada heç bir formada fiqhdə olan şəriət hökmlərini bəyan edən zəkat nəzərdə tutulmur. Yəni əxlaqi bir məsələni vurğulayır. Məsələn, Möminin surəsi ki, Məkkədə nazil olub. 4-cü ayəsində Allah Teala buyurur ki: "Vəllezîne hum lizzəkati fa'ilun." Möminlərin xüsusiyyətini açıqlayarkən buyurur ki, onlar lizzəkati fa'ilun. Möminlər o kəslərdir ki, onlar zəkat işində aktivdirlər, onlar zəkatı yerinə yetirərlər. Yəni, buradakı zəkat, lizzəkati failun, yəni öz nəfslərini təzkiyə edərlər. Təbii olaraq malın sədəqə ünvanında çıxarılması da bu təzkiyənin bir formasıdır. Amma biz heç bir formada bütün Quran ayələrində keçən zəkatı fiqhi mənada olan zəkat mənasında tutmarıq. Məxsusən Məkkə surələrində. Çünki Məkkədə hələ şəriət tam olaraq öz geniş formasında müsəlmanlara çatdırılmamışdı. Əsasən Mədinə surələrində şəriət məsələsi açıqlanmışdı. İkinci məna, Quran-ı Kərimdə zəkat müstəhəb sədəqə ünvanında işlənir. Dediyim kimi, bu surələrə hətta Məkkə və Mədinə ayələrində biz rast gələ bilərik. Nəml surəsi, Füssilet surəsi, Rum surəsi. Məsələn, Rum surəsinin 39-cu ayəsində Allah Teala buyurur ki: "Min zəkatin turiduna vechallah feulake humul muzifun." Burada zəkatda məqsəd, yəni o vacib olan zəkat deyil, məhz müstəhəb olan zəkatdır. Hər bir halda Quran-ı Kərimdə ikinci zəkatın mənası fiqhi istilah olan zəkat deyil. Bu sözü müxtəlif təfsir alimləri deyib. Yəni, bunun şiəsi və sünnüsü yoxdur. Hamısı bildirib ki, bəli, Məkkə və Mədinə ayələrində bəzi zəkat təbirində məqsəd vacib zəkat deyil. Üçüncü, bəli, məna vacib olan zəkatdır ki, artıq bu Mədinədə hicrətin 2-ci ilində məxsusən Tövbə surəsində özünü nazil etmişdir. Nəticə olaraq onlar zəkat verərlər deyərkən burada vacib zəkat nəzərə çarpmır. Yəni, həm nəfsin təzkiyəsi ola bilər, həm də müstəhəb mənada ola bilər. Demək, artıq bu suallar, bu etirazlar yersizdir ki, bu necə ola bilər, namaza zəkat versin, məgər üzüylə zəkat vermək olarmı, kimsə indiyə qədər belə bir iş görüb ki, və s. və ilaxir kimi məsələlər, etirazlar heç bir formada qəbul olunması deyil. Yəni, bunlar zəkat sözünü vacib mənada götürüb və deyiblər ki, heç bir alim fətva verməyib ki, üzükdən zəkat verilsin və yaxud namaz halında zəkat verilsin və yaxud başqa forma. Baxın, bunların əsas problemi bundan ibarətdir ki, Quranda harada zəkat sözü görüblər, onu vacib zəkat mənasını tutublar. Bu iddia onu göstərir ki, bir çox təfsir alimləri, yəni istər əhl-i sünnə, istər şiə dünyasında bildiriblər ki, ümumən Quran-ı Kərimdə biz harada zəkat sözü görsək, bu vacib zəkat anlamına gəlmir.
Məkkə surələrində məxsusən, Mədinə surələrində də, yəni Mədinədə nazil olan surədə məxsusən, yəni əgər əlimizdə bir sübut yoxdursa, deyə bilmərik ki, bu fiqhdə olan vacib zəkatdır. Demək, onlar zəkat verərlər sözündə heç bir formada vacib zəkatdan söhbət getmir, yəni müstəhəb zəkatdan, yəni sədəqədən söhbət gedir və yaxud həmən təskiyə mənasında, lakin əsasən müstəhəb mənada olan zəkat daha çox keçərlidir. Bu ayənin digər bir hissəsində ki, rükû halında zəkat verərlər. Bunu biz necə başa düşək? Bu barədə inşallah gələn bəhslərimizdə müzakirə edəcək. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.